parkingə və o fərqli maşını mənim. Everybody to the Wild Wild West, a state that's untouchable like Elliot Ness. The track hits your eardrum like a slug to your chest. Like a vest for your Jimmy in the city of sex. We in that sunshine state where the bomb ass him be. The state where you Alırsan da benim kendim 16. Bu koşasan da 16 ya. serving things. I've been in the game for 10 years making rap tunes. Ever since honeys was wearing sets. Now it's 95 and they clock me and watch me down the shine. Looking like a Rob Liberace. Bu sesler kanki. Bu sesler yatasan. Ancak izleyicilerimiz de buradadır. İzleyicilerimiz de buradadır. Same way, straight putting it down for California. Allah necə bilirsin? Bəqa, YouTube herhalde məşhur aldı. West and home. Tamam maraqlı bir şey. Bunlar necə belə səs çıxır? Motoru mu güclüdür yoxsa? Hə, motor şişir. Bir də bunlar oxtan işlədir, hə? Onlarda yazın, görək bu səs niyə belə çıxır? Bu nədir? Mən pozlar verdim, çəkərsən. Out on bail, fresh out of jail, California dreaming. Soon as I step on the scene, I'm hearing. Burada bir dənə belə bir gözəlliyi var. Tonight's the night I get in some shit. Yeah. Deep cover on the incognito tip. Killing motherfuckers if I have to. Filling gaps too. Let your niggas know I'm coming at you. I guess that's part of the game. Eşidirsən, bəlkə deyirəm İnamarkaya keçək, BMW zada da, Troyka zad, Vaz yorur adamı, Most zad dəyişilər, qəşəng bir də İnamarka var. BMW aldıq. Allah xeyir versin. Sağ ol papa, sağ ol. Şadlıqlara sürək nə olur. Sağ ol. Video çəkən daha milyonumuzdadır. Mənim iştirakımla aldı. Mənim menecerim. Uzaqdan görsəmirik, yaxına getməliyik. Bugün birinci günü idi aldıq. İndi almışıq. İndi almışıq, bu saniyə almışıq. Bir dəqiqə. İnşallah hə, bir də qəşəng video keçirik. Bu videodan sonra keçirik. Qəşəng video. İndi təzə BMW-miz şuralar. Mənim yerimdə olsan, bugün belə dözməzdin, itirərdin ömrünü, qaçardın bu şəhərdən. Manitobu tez. Xeyirli olsun qardaşım, çiçək o mexanika troyka. Mexanika troyka, nətər uşaqlar? Çox sürməklə. Düz artıran. Nereye başlayalım mı? Ha, bu da manitobu. Nağıya baş. İran. Bak 2017, 1995. Necə qızda su yoxdur? Ha, bunun var. Qısa olacaq. Evalarımız gəlin görək, bax belə olur. Bax indi bununla bunu yumuşam bax. Buna görün əyridir. Qaynanmış su. Qaynanmış yox da, yəni qap qaynar su. Belə deyirik. Hətta və hətta bunun üstə taxta qoyub da eləyə bilərik. Prosta mən tapmadım.
Belə eləyirik, öz açılır. Siz də ev alarınız bu gündədirsə, şey eləyib aça bilərsiniz. Əlim yanmışdı. Yəni belə. Belə açılacaq. Daha gedib təzə ev almağa ehtiyac yox. Sağ olun, bu şortumuzdan da bu qədər olsun. Abicim, bax, BMW 330 manat Rulavoy. Bəxtindən 10 ildə bir xarab olunan şeydir, o da gəldi mənə tapsın. Ona görə deyirlər, maşın alan kimi bir həftə iş yerdə paylaşmıyorsun. Instagramda paylaşdım sonra. Əsas qohumlar var, qohum. 330 manat. Ayağı da bura gəldi. Bütün dərd yadından 330 manat verdim, bayağı heç siləmədim. Həşdə, gedək istiyor düzəltdirəyəm. Yoruldum hə. Dünən aldıq, hə. Kuzyaya oturan hissəsi fərqli idi. O birisi aldığımız fərqlidir, bu eynisidir. İndi köhnəni də gətirdik, üstünə yanında qoyduq. Göstərdi ki, hə, belədir, düzdür. Həşdə, getdi yazmışsınızlar. Qətərdir Rulavo. Bu da bizim Rulavoyumuz 330 manat indi almışıq. Saxla bunu belə. Yekədir, konkret yekədir. Sürə bilərsən bununla? Üç olanda nə olur? Bu ümumiyyətcə deyirəm. Əslində çox da deyil, hə? Belə də. Çox da deyil, yaxşıdır. Amma neçədir? Alacaq, pulsuz. Sənin ürəyin olsun. Hə, yaxşıdır, yaxşıdır. Əvvəlkindən yaxşıdır. Fərqi? Sən nə görə deyirəm? Həm siqnalı işləsin, həm Hə, monitorda multironu işləsin. budur bax. Qorxardım tənhalıqdan gecələr. Ne oldu? Gelir yıkmış bakıyor. Damdı yekədir. Yekədir. Amma indi bilmirik. Prezident olmalı. Yox, bilmirik. Daha o gərək qoşar. Amma bir damcı böyüdür. Belə qoyduğu var belə. O birisindən bir damcı böyüdür. Stollarda gəzməkdən stolmuşam. Ustada yiyilən yeməyində atlamam başlar. Ancaq dölər. Lavayı tutmuşam ki, dümdüz qoysun. Tərpənər. Hələ maşını yüyənməmişəm ha. Hələ videosunu çəkənməmişəm ha. Nə bax. Günümüzə bax. Altından ölür. Buna bax. Bax, burada hamının qarşısında soruşuram. Mənə yemək alassan? Yox, mən ümumiyyətlə BMW almıram da. Mənə yemək alassan? Ayağım, sağ ol, əsəbiyəm. 200 manat vermişəm. 500 yox. O pişirikdə. Lavoyun düzəltməsinə 600-üm getdi. 600 mənim maaşımdır. Mənə yemək alassan? Kefim pozuqdur. Çox xərcim çıxır. Başımız da çıxmır, hamılı oxlayır. Getmişəm, 500 manat verməlisən, lan. Dur görüm maşının qabağında. Çəkəmdə orada şəkil var. Çəkdim. Qoxun niyə hər şeylər bahadır ya? Hətta ağzımın içini çək. Bozduqla nerede taxar? Zıraram ataram bu dəqiqə bunu. Ay, ətim ürpəşir bu səsdən mənim. Sən reisin səsində ətim ürpəşir. Budur da, hə. Bu nə üçündür? Nə peraşı? Patron. Patron peraşı yox. Hər şey tamdır. Hə. Getdik. Hala. Yerə tökülən yağa bax. Bıraxıb bu. Bu tökülüb bax. Hə, samaşasılar 3 günün sonunda 4. Bəli. 4 gündür BMW Rulavoyunu düzəldirik bax. Belə yerdə deyiblər ki, BMW xərcdir. Və bəli, hal-hazırda göydəyəm, Taliostan yanındayam. Görək, düzəlirmi bu Rulavoyumuz? Ay BMW, 4 gündür məni çərrədirsən ay BMW. Hər kəs salam, sabahı xeyir əziz tamaşaçılar. Bugün baxıb deyim. Dilim yanar içim. Baxılır hava görsün. Konserimiz işləmir. Hələ də bağlayaq. Aborot qalxmalıdır indi. Qalx. Özü qızacaq özü. Necəm indi hər şey görünəcək. Ha orada bütün aşklar çalar. Ama onu diyeceğin ne değişmeli? Parıqdan zaten.
videonun sonuna gəldik. Deməli, mən BMW-ni niyə satdım, yəni BMW niyə peşmançılıq oldu deyim. İkinci növbədə nəysə xarab olanda ikinci əlin, hər yer ikinci əldir, yəni. Müəyyən hissələr var ki, təzəsi var, başqası yoxdur. Yəni, məcbur ikinci əl almasan, məcbur ikinci əl alanda da sən bilmirsən garantisi olur, heç garanti də vermirlər. Nəysə, bu birinci səbəb. İkinci səbəb hər şeyin çox baha olmasıdır. Yəni, əgər BMW 36 vasısa, bu iki səbəbi mütləq bilin. Son səbəb, kreditlə maşın almayın, yəni BMW almayın, bəncə. Ala bilərsiniz, amma BMW-dən %100 başınız çıxırsa. Mənim məsələn ətrafımda başı çıxan yox idi, özümün də çox başını çıxmırdı, bilmirdim nəsə xarab olanda harasını. Yəni belə deyim, kasıbsızsa BMW almayın mənim kimi. Elə 06 ilə qos kimi geyirdi həyat. Prosta niyə qudurdum bilmirəm. Qudurmadım əslində. Dedilər ki, markaya keçsin. Əslində özüm də istəyirdim ki, markaya keçsin. Sadəcə olaraq belə oldu. Nəsə, hoşum keçdim markaya, belə bir peşmansızlıq oldu. Nəsə, sağlıqlarınızı yaxşı baxın. Bir dənə 06 videosu gələcək, deyim biraz. 06 ilə bazarlığa getmişəm, Babək bazarına. Orada lampa zad almışdım. İşıq zad. Nəsə, onu göstərəcəm. Orada bir market tuttum. Nəsə, sağ olun, sağlıqlarınızı yaxşı baxın. Gələ videolar görüşmək Keyfin tamam, içeri bayram, şaran, içeri pive ver babamdan.